Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 2 nömrəli tam orta məktəbdə müəllim və şagird münasibətlərini öyrənmək üçün bir reportaj hazırlamaq qərarına gəldik. Dedik öyrənək ki, həmişə qabaqcıl məktəblər sırasında olan bu məktəbin müəllimləri necə davranır ki, təhsil həmişə yüksək nəticə göstərir. Ümumiyyətlə biz bilirik ki, təhsil prosesində şagird-müəllim münasibətləri ən önəmli əhəmiyyət daşıyan məsələlərdən biridir. Ona görə də hər birimiz çalışırıq ki, uşaqlarla bu münasibətləri düzgün quraq. Əsasən də ədalətlilik, uşaqlara qarşı obyektiv, səmimilik prinsiplərinə əməl edək. Belə olan halda düşünürəm ki, şagirdlərdə özünə qarşı motivasiya, təhsilə qarşı motivasiya yaranır və şagirdlər müəllimlərə sual verməkdən, öz fikirlərini sərbəst şəkildə bildirməkdən çəkinmirlər. Bunların hamısı da təhsilə təbii ki, müsbət təsir göstərir. Əgər biz münasibətləri düzgün qurmasaq, düşünürəm ki, uşaqların təhsilə qarşı olan marağını azalda bilərik. Şagirdlər isə deyir ki, biz bu səmimiyyəti, bu sevgini müəllimlərdən hiss edirik deyə məktəbə gəlməyimiz də, təhsil almağımız da daha maraqlı olur. Məncə müəllim dostcanlı olmalıdır. Hər cəhətdən uşaqla düzgün münasibət qaydalarını bilməlidir. Nə çox sərbəst, nə çox ciddi. O sərhədi qorumalıdır ki, uşaqlar həm onu, həm də onun keçdiyi dərsi sevsin və ona maraqla yanaşsın. Bir fənni sevməyin də məncə əsas yolu onun tədris yoludur. Yəni müəllim yaxşıdırsa sevəcək. Yəni müəyyən qaydalar var ki, onları bilsə, həm uşaq dərs sevər, həm də onu sevər və öyrənər. Məncə müəllim-şagird münasibətləri həm şagirddən qaynaqlanır, amma ilk növbədə isə müəllimdən qaynaqlanır. Çünki şagird dərsə gəldikdə müəllimin ona qarşı münasibətini görür və bu münasibət dedikdə də məncə ən çox uşaqların buna fikir verdikdə müəllimin necə cana yaxın olmağı və dostcanlı münasibət bəsləməyidir. Bax belə, bu anlayışın, bu səmimiyyətin olması təhsilimizdə olan uğurla bağlıdır. Ən əsası odur ki, müəllimlər və şagirdlərlə yanaşı valideynlərin də əməyi çox böyükdür. Çünki hər bir şagird cəmiyyətdə öz tərbiyəsi və əxlaqı ilə tanınır. Odur ki, dəyərli müəllimlər və sevimli şagirdlər. Münasibətləriniz qarşılıqlı anlaşma şəklində olarsa, yalnız birincilər sırasında olarsınız. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Masazır kənd 5 nömrəli tam orta məktəbdə isə çox maraqlı və nizamlı disiplin var. Müəllimlərin forma şəklində geyimlərindən tutmuş, şagirdlərin çox səliqəli və nizam-intizamlı olması bizi heyran etdi. Müəllim deyir ki, biz daha çox sevgi bəxş etməliyik ki, bu sevginin qarşısında da istədiyimiz nəticəni alaq. Müəllimin əsas məqsədi hal-hazırda, müəllimin əsas məqsədi odur ki, cəmiyyət üçün yararlı şəxsiyyətlər formalaşdırsın. Bilirik ki, bunun da əsası bizim gündəlik keçdiyimiz dərs prosesinin necə qurulmasından asılıdır. Və dərsin effektiv keçməsi, eyni zamanda uşaqların dərsi daha yaxşı mənimsəməsi də birbaşa müəllim-şagird münasibətləri ilə asılıdır. Ən birinci müəllim pozitiv olmalıdır. Müəllim özünü uşaqlara sevdirməlidir. Uşaqlar arasında pozitiv münasibət, nikbin münasibət qurmalıdır. Şagirdlər hər zaman müəllimi özlərinə yaxın bir şəxs kimi görməlidirlər, güvənməlidirlər. Şagirdlər hər zaman müəllimlərlə əməkdaşlıq eləməkdən çəkinməməlidirlər. Qarşılaşdıqları problemlərlə üzləşəndə müəllimə müraciət eləməkdən çəkinməməlidirlər. Düşünməlidirlər ki, hər hansı bir problemin qarşısında müəllimə müraciət eləyəcəm və o mənə istiqamət verəcək. Məktəbin nizam-intizamını, səliqə-səhmanını deməsək də çəkib sizə göstərə bildik. Amma deyək ki, elə bu səliqə-səhmanın səbəbi də dəyərli müəllimlərimizdir. Mənim müəllimlərim ana qayğısı ilə yanaşırlar hər bir şagirdə, xüsusilə də mənə. Bütün hamısında o sevgini, o mərhəmət hissini hiss eləyirəm və bu da daha çox istək yaradır məndə məktəbə gəlmək üçün. Biz isə gördüklərimizdən, çəkilişlərimizdən belə qərara gəldik ki, bu müəllim əməyi doğrudan da danılmazdır. Çünki həyatımızın əsas hissəsi savad və təhsildən ibarətdir. Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün.